Trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətlərinin tapılmasını. Tamam. Salam əziz balalar, başlayaq dərsə. Funksiyanın ən kiçik qiyməti tapmaq üçün baxın, kosinüsün ən kiçik qiyməti nədir? -1. 3-ü vururam -1-ə. 2 çıx 3 bərabərdir -1. Deməli cavab B variantı. İkincidə deyir, ən böyük qiymətini tapın. Qarşı mənfi olduğunu sinusun ən kiçik, ən böyük qiymətləri -1, -1'dir. Bizə deyəndə ən böyük qiymətini tap. 2-ni -1'ə vururam. Çünki qarşıda mənfi var. Olur 3 üstəgəl 2 bərabər 5. Deyək qısa -1 də verdik deyək. 2 vur -1. 2 vur 1. 3 çıx 2 bərabər 1. Demək ən kiçik 1'dir. Ən böyük 5'dir. B variantı. 4'də bir dəqiqə 3'ə baxaq, sonra 4'ə baxaq. Yəni funksiyanın ən kiçik qiymətini tap. Bir dəqiqə. Yerində hər şey yazmışam. Birbaşa 3'də həllini yazaq. 3 sinus 3x, sinus 3x'in ən böyük qiyməti 1-də, ən kiçik qiymət -1 verək. -3 çıx 1, -4. D variantı. Dördüncüdə ən böyük qiymətini deyir. Kosinüsün qarşısı müsbət olduğuna görə elə kosinüsün ən böyük qiymət 1 qiymətini götürək. Bu da elədir 4. 5-ci. Y bərabər 2 sinus 3x çıxsın 2'də 1. Ən böyük qiyməti sinusa 1 qiymətini verir. 2 vur 1 çıx 2'də 1, yəni 0.5. 2'dən 0.5 çıxırıq 1.5. C variantı. Ən böyük deməli funksiyanın ən kiçik qiymətini tapaq. Kosinüsə ən kiçik qiymətində isə -1'dir, -3 üstəgəl 2'də 1, yəni 0.5, -3 üstəgəl 0.5, -2,5. A variantı. 7'də. Demək bizim belə bir düsturumuz var. A vur sinus x üstəgəl B vur kosinus x'in ən böyük qiyməti budur. Ən kiçik qiyməti də bu ifadədir. Funksiyanın ən kiçik qiymətini tapsaq, demək belə yazıram. Bu y bərabər sinus 30 dərəcə 2'də 1'dir də. 2'də 1'in üzərində bax bu ifadənin ən böyük və ən kiçik qiymətini tapaq. Bu ifadə baxın 1 vur kosinus x üstəgəl 1 vur sinus x. Olur kök altda a kvadrat üstəgəl b kvadrat, yəni 1'in kvadrat üstəgəl 1'in kvadrat kökdə 2 və ya mənfi kök altda 1'in kvadrat üstəgəl 1'in kvadrat. Bu dərəcədə mənfi kökdə 2. Bir dəfə olur 2'də 1 üstü müsbət kökdə 2. Bir dəfə də olur 2'də 1 üstündə mənfi kökdə 2. Aydın məsələdir ki, bu ən böyük qiymətidir. Çünki üzərində mənfi olanda kəsir çevriləcək. Nə orada dedik. Bu isə ən kiçik qiymətidir. 2'də 1 üzərində kökdə 2. B variantı. 8-ci də yenə deyir ən kiçik qiymətini tap. Ən böyük ən kiçik qiymət tapmaq düsturundan həll edirik bunu kök altda. Mənfi kök altda a kvadrat üstəgəl b kvadrat. Yəni 2'nin kvadrat üstəgəl 2'nin kvadrat. Kök altda 8, 2 kök altda 2. Y variantı. Bu ifadənin qiymətlər çoxluğunu tapaq. Yəni ən böyük və ən kiçik qiymət aldığı aralıqlar. Ən böyük və ən kiçik qiymət aldığı aralıqlar. Sinusu t ilə əvəz edirəm. Olur t kvadrat çıx t üstəgəl 7,25. Baxın bunu 7,25 götürək. Bunun üzərinə 0,25 yəni 0,5'in kvadratı gələk və çıxaq. Ki niyə? Burada düstur alınsın. Bu olur nə? T çıx 0,5'in kvadratı. Üstəgəl 7,25'dən də 0,5'in kvadratı yəni 0,25 çıxırıq. Eləyir 7.
İndi burada kvadratın en kiçik qiyməti nədir? En kiçik qiyməti 0 olur. 0'dan aşağı qiymət alamır. 0 olması için de t'ye gərək 0,5 verək. T 0,5 ola bilərmi? Bəli. T sinus x'in qiyməti bilirik ki, sinus x. Yəni oradan çıxaq. -1, müsbət 1 aralığında düşür. 0,5 də -1, müsbət 1 aralığına düşdüyünə görə 0,5'i t'nin yerinə, yəni sinusun yerinə qoya bilərik. Deməli bu ifadə oldu 0. Düz değil mi? Mötərizənin cavabı 0'a bərabər. 0 üstə gəl 7. Deməli y bərabər 0 üstə gəl 7 eləyir 7. Bu oldu bunun en kiçik qiyməti. İndi en böyük qiyməti nə olur? Sinusun en büyük qiyməti 1'də axı. Yəni yuxarıda da 1 qiymət verə bilərik və ya burada da t'yə 1 verə bilərik. Bunu həll edəcəksə 1 verə bilərik. Bir dəqiqə. Aşağıdakını silməli olacaq. Yer çatmadı. Baxın, burada t'nin yerinə 1 yazsaq, 1 çıx 0,5'in kvadratı üstə gəl 7. 1'dən 0,5 çıxıram 0,5. 0,5'in kvadratının üzərinə 7 gəlirəm eləyir 7 tam %25 və bir dəfə də -1 qiymətini verək sinusa. -1 çıx 0,5 kvadrat üstə gəl 7. -1,5'in kvadratı üstə gəl 7. 1,5'in 2 tam %25 üzərinə 7 gəlir 9 tam %25. Baxın, en böyük qiymət bu alındı. En kiçik qiymət də 7 alındı. Deməli 7'dən 9 tam %25'e. C variantı. Onuncuya baxaq. Qiymətlər çoxluğunu tapaq. Deməli y bərabər kosinusu t ilə əvəz eləyək. T çıx 2, t çıx 4 və mötərizəni vuraq açaq. T kvadrat çıx 4, t çıx 2, t üstə gəl 8. Bu olur nə? T kvadrat çıx 6t üstə gəl 8. 8'i də 9 çıx 1 yazaq ki, düstur alınsın. Bu nə oldu? T çıx 3'ün kvadrat çıx 1. İndi burada diqqət edək. Kvadratın en kiçik qiyməti 0'dır. 0 olması için de t gərək 3 olur. T də 3 olamaz. Niyə? Çünki biz kosinus x'i t ilə əvəz etmişik. Bunun da en böyük, en kiçik qiyməti aralığı -1, müsbət 1 aralığıdır. Yəni bu 3 bura aid deyil. Ona görə bu ifadə 0'a bərabər ola bilər. O zaman t'ye bir dəfə 1 qiymətini verək. Bir dəfə -1 qiymətini verək. Əssalam. 0'da deməli y bərabər 1 çıx 3 kvadrat çıx 1. 2'ni 4 çıx 1 3. Bir dəfə də -1 verir. -1 çıx 3 kvadrat çıxsın 1. 16 çıx 1 15. Deməli 3 və 15 aralıq oldu. Y variantı. 3 15. On birinci. Yine bunu da A sinüs x çıx B kosinüs x'in en böyük qiymətin tapılması qaydasını eləyəcək. Olur kök hattına A kvadrat üstə gəl B kvadratı. Yəni kök hattı 5'in kvadrat üstə gəl 5 kökdə 3'ün kvadratı. Şagird çalışa bunu çıx yazar. Olmaz. Çıx olmaz. Kvadrat da onsuz da kvadrat müsbət edir. Deməli 25 üstə gəl 25 vur 3 100
O da etdi 10. Deməli, ən böyük qiyməti 10. 12-də y bərabər 3 çıx 2 sinus kvadrat 3x. Bu ifadənin ən böyük ən kiçik qiymətlərin cəmini tapaq. Ən böyük qiymətini tapmaq üçün sinusa 1 qiymətini veririk. Elə də 1. Mənfi 1 versə yalnız müsbət 1 edəcəkdir. Kvadratın ən kiçik qiyməti 0-dır. 3 çıx 0. Ən kiçik bu. Ən böyük də bu. Bunların cəmini istəyir, düzdür? Cavab 4. 13-cü. 3 vur kosinus kvadrat x. Onu yazıram. Kosinus kvadrat x'in belə bir düsturu var. 3 vurursun. 1 üstə gəl. Kosinus 2x bölünsün 2. Çıx kosinus 2x üstə gəl 4. Burada kosinusun yerine bir daha müsbət 1, bir daha mənfi 1 verə bilərik. Və ya başqa belə yaza bilərik. Kosinus 2x'in yerinə elə bir düstur var. 2 kosinus kvadrat x çıx 1 var. Üstə gəl 4. Mötərizəni açaq. Bundan bu çıxılır olur 1 kosinus kvadrat x. Mənfi ilə mənfi toxuşur olur. Üstə gəl 1, üstə gəl 4. Kosinus kvadrat x üstə gəl 5. Ən böyük, ən kiçik qiymət deyirsə, kosinusa 0 verəcək kvadratda. 5. 14'e baxaq. Yuxarıdakını da dediyim kimi bunu belə t-lə əvəz edib həll edib yerinə bu formada belə deyək də həll edib sona çatdırandan sonra yerinə qiymət qoya bilərsən. Hara gedirsən? Gəl gəlin. Qızı bala. 15-ciyə baxaq. Yox. 14-cü qaldı. Deməli 4 vurulsun kosinus kvadrat x. Gəlin bunu bayaq yazdım. Birincisi onunla yazaq. 1 üstə gəl kosinus 2x bölü 2 yazdım. Kosinus kvadrat x'in yerinə. Çıx kosinus 2x üstə gəl 5. Deməli 2'ni vururam bu ifadəyə olur. 2 üstə gəl 2 kosinus 2x. Çıx kosinus 2x. Üstə gəl 5. Elə bir 2'ni buna vurdum 2, 2'ni buna vurdum 2 kosinus 2x elədi də. Bundan belə 1 kosinus 2x. Bundan da belə də 7. Nə deyir bizə? Ən böyük qiymət kosinusa 1 qiymətini verəcək. 1 üstə gəl 7. 8. 15'e baxaq. 2 vur. Sinüs alfa vur. Kosinüs alfa vur. Tangents alfanın yerine yazarıq. Sinüs alfa vur. Kosinüs alfa. Üstə gəl bir də yerində qalıb. Getdi. İxtisar qaldı nə? 2 sinüs kvadrat alfa üstə gəl. İndi burada bir variant var. Burada kosinüs alfa sıfırdan fərqli olmalıdır. Çünki məxrəcdir. Sinüs alfa da o zaman 1'dən fərqli olacaq. Kosinüs 0 olduğu yerdə sinüs 1 qiymətini alırıq əziz balalar. Deməli bir dəfə yazırıq. 2 normalda məsələn deyək ki, bu bunlar əgər yoxdursa məsələn bu ifadə 2 vur 1'in kvadratı üstə gəlib 1 yaza bilirəm. 2 eləyir. Bir dəfə də bunun ən kiçik qiymətini götürək. 2 vur 0 kvadrat üstə gəlib 1 bərabər 1. Qiymətlər çoxluğu elə bir ki normalda olur. 1, 2 belə olur, düzdürmü? Sinüs 1'dən fərqlidir deyə o zaman burada mötərizəni əyri götürürük. 1, 2 aralığında olur. Dedim çəkir bu video. Dedim birdən çəkməz. Bayaqdan izah gedir. Burada da 2 üstə gəlib 1'i götürüb 2 yazmışam. Olur belə yorğunluqdan diqqətsizlik. Deməli 1-3 aralığı olur və əyri mötərizənin. Buradakı tam qiymətlərin cəmini istəyir. Olur 1-3 aralığına tam qiymətlərin cəmi 1 ilə 2'dir. Cavab elədi 3.
16'ya baxaq. 3 çıx 2 vur sinus alfa vur kosinus alfa vur kotangens. Kotangensin alfanın yerini yazaram. Yəni kosinus alfa bölünsün. Sinus alfa getdi ixtisar. Qaldı 3 çıx 2 kosinus kvadrat alfa. Aydın məsələdir ki, sinus alfa sıfırdan fərqli olmalıdır. Buradan da kosinus alfa 1-dən fərqli. Yəni müsbət mənfi 1-dən fərqli olmalıdır. Yəni əslində bayaq ona diqqət eləmədik. Bir dəqiqə hara getdi o? Sinus burada müsbət mənfi 1. Çünki mənfi 1'i burada verməyə ehtiyac yox idi sinusa. Onu deməmişik. Nəzərdən qaçsam səhvləri geri qayıdıb düzəltməliyik. Bir dəqiqə. Belə. Demək kosinus alfada müsbət mənfi 1-dən fərqli. Çünki sinusun 0 olduğu yerdə kosinus ya 0 olur ya 1 olur ya da mənfi 1 olur. Demək normada bu ifadənin ən böyük ən kiçik qiymətlərini tapanda 3 çıx 2 vur 1'in kvadratı 3 çıx 2 vur mənfi 1'in kvadratı. Mənfi 1 yazmağa artıq ehtiyac yoxdur. Kvadrat onsuz müsbət olur. 0 kvadrat yazacaq. 0'dan fərqli deyil. Kosinus 0 ola bilər. 3 çıx 0 3 sürət. Bu birisi də 1. İndi bu 0 qiymətini aldı. Amma 1 qiymətindən fərqlidir axı. Bunu almadı da. Cavab olur 1-3 aralığı. 3'ün mötərəsi düz olur. 1'in mötərəsi əyri olur. Çünki fərqlidir. Kosinus 1'dən fərqlidir. Buradakı tam qiymətlərin cəmi nədir? 2 ilə 3'dür. Bu arada. Bu deyir neçə? 5. 17'ye keçək. Demək, A sinus x üstəgəl B kosinus x. Bu ifadənin ən böyük qiyməti kök hətta A kvadrat üstəgəl B kvadrat olduğundan demək, biz burada kök altında kökdə 5'in kvadratı 5 üstəgəl 2'nin kvadratı 4 kimi yaza bilərik. Yəni bu ifadənin ən böyük qiyməti oldu bu. Üstəgəl bu 5'də yerindədir. Bərabər 9'dan kök 3 çıxır. 3'ün üzərinə 5 gəldik. Bərabər olur 8. Bu 17-ci sual. 18'də bir də baxın. Ən böyüyünə ən kiçik qiymətin hasilini istəyir üzrü sayın. Deməli, ən böyük yolda bu. Ən kiçiyi də olur mənfi kök hatta 5 üstəgəl 4. Yəni kökdə 5 kvadrat üstə 2'nin kvadrat. Üstəgəl 5. Bu da mənfi 3 üstəgəl 5 2. Bizə deyir bu qiymətlərin hasilini. Cavab 16. 18'də ifadənin ən böyük qiymətini, ən kiçik qiymətinin hasilini tapın. Bu ifadənin ən böyük qiyməti nədir? Ən böyük qiyməti üçün sinus da kosinus da burada 1 olmalıdır. Hər ikisi alfa deyil, 1 alfadır, 1 betadır. Ona görə eyni zamanda ikisi də 1 ola bilər. 3 vur 1 üstə 5 üstə gəl, 4 vur 1 üstə 6 üstə gəl 5. 7 üstə gəl 5, 12. Bu oldu ən böyük qiymət. İndi ən kiçik qiymət olması üçün sinus üstü tək üstü 5. Bu mənfi 1 ola bilər. Amma kosinus mənfi ola bilməz. Kosinus 0 ola bilər ən kiçik qiyməti. Olur 3 vur mənfi 1 üstü 5. Üstə gəl 4 vur 0 üstə gəl 5. O deyir mənfi 3 üstə gəl 5. 2. Bunların hasilini istəyirsə 2'ni vururam 12'ye. Bərabər olur 24'e. 19. Ən böyük qiymətini hesablayın. Bunu müxtəlif üsullarla yaza bilərik. Məsələn, hər ikisini kosinus 2 alfaya da çevirib yaza bilərik. Və yaxud belə də yaza bilərik. Bunu yazaram 8 kosinus kvadrat alfa üstə gəl 2 kosinus kvadrat alfa üstə gəl 2 sinus kvadrat alfa.
Kosinüs kvadrat üstəgəl sinüs kvadratı 1'dir. 2 kosinüs kvadrat üstəgəl 2 sinüs kvadratı isə 2 vur 1. Yəni 2'ye bərabərdir. İndi ifadənin ən böyük qiyməti, kosinüsün ən böyük qiyməti 1'dir. 8 vur 1'in kvadratı üstəgəl 2. 10. 19'da cavab oldu 10. 20'ciyə baxaq. 12'ni yazıram. 8 kosinüs kvadrat alfa üstəgəl 4 kosinüs kvadrat alfa üstəgəl bu. 4 sinüs kvadrat alfa. Dikkat edin. Burada nədir? Bak, bu ifadə 4'e bərabərdir. Kosinüs kvadrat üstəgəl sinüs kvadrat 1'dir. Hərəsindən 4'dən olanda cavab olur 4. Ən kiçik qiymətini istəyir bizdən. Olur 8 vurulsun 0 kvadrat götürür. Ən kiçik qiymət oldu 4. 21. Deməli kəsrin ən böyük qiyməti tapmaq üçün üstəgəl 7'ni yazmışam bura. Kəsrin ən böyük qiymətini tapmaq üçün məxrəcin ən kiçik qiymətini tapmalıyıq. Bu ifadənin ən kiçik qiyməti nə olur? Yuxarıda izah etdiyimiz kimi 17-ci çalışmada kökatda a kvadrat üstəgəl b kvadrat ilə işlədik onu. Ən böyüyünü tapsaq müsbəti götürürük, ən kiçiyini tapsaq mənfi olur. Mənfi kökatda 3'ün kvadrat üstəgəl 4'ün kvadrat. O deyir mənfi kökatda 25, o deyir mənfi 5. Deməli bərabər bu ifadə 15 bölü mənfi 5. Bu ifadə mənfi 5'e bərabər oldu. Üstəgəl 7 olur 15 bölü 2. O deyir 7 tam onda 5. 22. 22'də də həmin qayda ilə həll etsək, deyə ən böyük qiymətini deyir. Tabi yəni məxrəcin ən kiçik qiymətini götürəcəyik bu ifadənin. 6'ın kvadrat üstəgəl 8'in kvadrat. Üstəgəl 12. Deməli mənfi 10 edir. Bunun cavabı olur 100. 100'dən kök çıxır 10. 10 üstəgəl 12. 9'u bölürük 2'yə. O da edir 4 tam onda 5. Deməli belə. 2 sinüs kvadrat alfa üstəgəl 10 kosinüs kvadrat alfanı yazırıq. 2 kosinüs kvadrat alfa üstəgəl 8 kosinüs kvadrat alfa. Üstəgəl 6 sinüs alfa kosinüs alfanı yazıram. 3 vurulsun 2 sinüs alfa vur kosinüs alfa. Deməli 2 sinüs kvadrat üstəgəl 2 kosinüs kvadratı 2'ye bərabərdir. Çünki sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat alfa 1'dir. Hərəsindən 2'dən olanda cavab olur 2. 2 üstəgəl 8 kosinüs kvadrat alfa. Bunu kosinüs 2 alfaya çevirəcəm. Deməli 8 vurulsun. Kosinüs 2 alfanın yerinə yazıram. Kosinüs kvadrat alfanın yerinə yazıram. 1 üstəgəl kosinüs 2 alfa bölü 2. Üstəgəl 3 vurulsun. Bu bizə düstur verir. Sinüs 2 alfanın düsturunu verir bizə. Sinüs 2 alfa. 8 ilə 2 gedir qalır 4. Deməli 2 üstəgəl 4'ü vururam bu ifadəyə, bir də bu ifadəyə. 4 üstəgəl 4 kosinüs 2 alfa üstəgəl 3 sinüs 2 alfa. Yazıram. Baxın bura. Bu 6'dır. Deyir ən böyük qiymət tapmaq üçün bu ifadənin ən böyük qiymətini tapmalıyam. O ifadənin ən böyük qiyməti izah etdiyimiz kimi yuxarıdakı çalışmalarda 4'ün kvadrat üstəgəl 3'ün kvadrat. Deyir 6 üstəgəl kök altda 25
6 üstə gəl 5, 11, 24. İki kosinüs kvadrat alfa. Burada hərəsindən 2 dənə ayırmaqla bunu belə yazmayacağıq. Bunu yazaq 2 vurursun. Kosinüs kvadrat alfanın yerinə yazıram. 1 üstə gəl kosinüs 2 alfa böl 2. Çıx 6 vur. Sinüs kvadratın yerinə yenə düstur. Dərəcə azaltmaq düstur deyilir buna. 1 çıx kosinüs 2 alfa böl 2 düsturu var. Üstə gəl 6 sinüs alfa kosinüs alfanı da yenə yazıram. 3 vurulsun. 2 vur. Sinüs alfa vur. Kosinüs alfa. Burada 2 ilə 2 getdi. Burada 6 ilə 2 getdi. Qaldı 3. Qaldı 1 üstə gəl kosinüs 2 alfa. Bu. Çıx. 3'ü vururam buna 3. 3'ü 1'e vururam 3. 3'ü vururam kosinüsə. 3 kosinüs 2 alfa. Amma üstə gəl lan. Çünki mənfi yazılır müsbət. Üstə gəl. 3 vurursun. 2 sinüs alfa kosinüs alfa. Sinüs 2 alfa düsturunu verir. Və bu ikisi eləyir 4 kosinüs 2 alfa. Üstə gəl. Bu 3 sinüs 2 alfa. Birdən də 3 çıxıram eləyir mənfi 2. Ən böyük qiymətini tapmaq üçün nə edirik? Yenə bayaqki düsturla yazırıq onu. Bu ifadənin ən böyük qiymətini götürürük. 4 kvadrat üstə gəl 3 kvadrat. Çıx 2 yerində qalır. Demək 25-dən kök çıxır 5. 5 çıx 2 bərabərdir 3. Bu da 24-cünün cavabı. 25. Öyle yazıq geçsin onu deyəm. Deməli 2 çıx kosinüs kvadrat alfa üstə gəl. Çıx daha doğrusu. Kosinüsü 4 alfa vurulsun. 1 üstə gəl kotangens kvadrat alfanın belə bir düstur var. 1 bölünsün sinüs kvadrat alfa. Bunu təzdən yazmaq istəmədim ki, belə eləyək bunu. 2'ni 1 üstə gəl 1 kimi götürək. 1 üstə gəl 1 kimi götürək. 1 çıx kosinüs kvadrat alfa. Dəqiqə. Bir çıxısın kosinüs kvadrat alfa bizə verir. Sinüs kvadrat alfanı. Bu. Təzədən 1 çıxılsın kosinüs 4 alfanı da a kvadrat çıx b kvadrat kimi yaza bilərəm. Olur 1 çıx kosinüs kvadrat alfa vurulsun. 1 üstə gəl kosinüs kvadrat alfa. Vur 1 böl sinüs kvadratı alfa. Bu mötərizəni vurmaqsa, bunu vururam bu ifadəyə. Sinüs kvadratlar gedir ixtisar. Və yaxud heç elə yazmayaq. Birdən kosinüs kvadrat alfanı çıxanda sinüs kvadratı alfa edir. Sinüs kvadratı alfanı və buradan ortaq vuruq götürürük. Bunun yerində 1 qalır. Bunun yerində qalır 1. Üstə gəl. Bu gedir, qalır bax bu. 1 üstə gəl kosinüs kvadrat alfa. Vur yenə 1 böl sinüs kvadrat alfa var. Bunlar getdi ixtisar. Qaldı 1 üstə gəl 1 2 üstə gəl kosinüs kvadrat alfa. İndi bu ifadənin ən kiçik qiyməti nə olur? Kosinüsə ən kiçik 0 verə bilərik. 2 üstə gəl 0'ın kvadratı elədi 2. İndi görə kosinüs 0 ala bilərəm. Bəli, burada məxrəzdəki sinüs var.
Sinus sıfırdan fərqlidir. Sinus sıfırdan fərqlidirsə, demək sinus 1 ala bilər. Sinus 1 ala bilirsə, kosinus da 0 ala bilər. Ən kiçik qiymət oldu 2. 26. Bir də çəkirdi bu. 10 kosinus kvadrat x üstə gəl 2 sinus kvadrat x. Demək 10 kosinus kvadrat x'i götürək. Gəlin belə eləyək. 10 vurulsun. 1 üstə gəl kosinus 2x bölü 2 götürə bilərik bunu. Çıx. Altını yazıram. 3 vur 2 vur. Sinüs alfa kosinus alfa. Üstə gəl 2 sinüs kvadrat x'i 2 vurulsun. 1 çıxılsın. Kosinus 2x bölü 2 yaza bilirik. Demək, burada 2 ilə 10 ixtisar aparaq 5. 2 ilə 2 aparaq ixtisar. Aycan, gəl görüm, gəl. Demək, 5'i vururam 1'ə 5. 5'i vururam kosinus 2x'a. 5 kosinus 2x çıx. 3 vurulsun. 2 sinüs alfa. 2 sinüs x kosinus x. X'i götürüb alfa yazmışıq. Düzəldərik. Bizə verir. Sinüs 2x'i verir. İşte gəl. 1 çıx kosinus 2 alfa. Kosinus 2x. 5 kosinus x, 1 kosinus x. 5 kosinus 2x, 1 kosinus 2x edir. 4 kosinus 2x. Çıx 3 sinüs 2x. Üstə gəl. 1 ilə 5 edir neçə? 6. Bizdən istəyir ən kiçik qiymətini tapmaq. Ən kiçik qiymət tapmaq üçün yenə həmin düsturdan işləyirik. Mənfi kök altda 4 kvadrat üstə gəl 3 kvadrat. Üstə gəl 6. Deyir mənfi kökdə 25-dən çıxır 5. Üstə gəl 6. Bu da elədi 1. Burada misalda bir dənə üstə gəl 4'ü yazmamışıq deyə bax. Nəzərimizdən qaçıb. Üstə gəl 4. Üstə gəl 4. Elədi 10. 5'in üstünə 10 gəldik. Cavab elədi 5. 27. Bu funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapaq. Əvvəl o 5 sinüs x 5 üstə gəl 12 kosinus x'in ən böyük ən kiçik qiymətini tapaq olur. Kök altda 5'in kvadratı üstə gəl 12'nin kvadratı müsbət mənfi ilə götürək bunu. Müsbət mənfi kök altda 169. Oradan da kök çıxır 13. Kök olmur. Deməli fx bərabər böyük kökün içəridə bir dəfə 13 üstə gəl 4 yazsaq 17. Funksiyanın qiymətlər çoxluğu elə ki mənfi 13 müsbət 13 aralığı oldu da, düzdürmü? Bunu bildik. İndi bir dəfə də fx bərabərdir. Mənfi üzrü sayın burada. Çıx 4. Mənfi 13 çıx 4 yazsaq. O zaman bunun mənası olmayacaq. Minimum neçə yaza bilərik? Minimum elə ki burada 4 ola bilər də. Yəni 5 sinüs x üstə gəl 12 kosinus x'in minimum qiyməti 4 ola bilər ki 4 çıx 4 0 eləsin mənası olsun. Yəni bu ifadənin qiymətlər çoxluğu olur nə? 0-3 aralığı. Burada bizə deyir ki qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. 0, 1, 2, 3. Qiymətlər çoxluğu cavab 4.
4 de ne de oldu burada? Demek x 3-cü rübdə olduqda, yəni 180-270 arasında 3-cü rübdə. Bu funksiyanı tapaq. Bu funksiyanın ən kiçik qiyməti tapaq. 3-cü rübdə tangens kotangens müsbətdir. T və Z müsbət olanda belə bir düsturumuz var. Tangens T-dən kotangens Z-dən əvəz edelim. T üstə Z böyük bərabər olur 2 kök altda T vur Z-dən. Yəni T vur Z-də burada 1-dir. Yəni tangens vur kotangensi də 1-ə bərabərdir. Yəni T üstə Z böyük bərabər 2-dən. Bunu bildik. T üstə Z-in burada ən kiçik qiyməti 2-dir. Bunun yeni 2 yazıram. 2 üstə 7, 9. Deməli, ən kiçik qiymət 3. Əgər qiymətlər çoxluq istəsəydi, bunu biz 3-dən müsbət sonsuzluğa yazmalıydıq. İndi bizim ən kiçik qiymətimiz oldu 3. İndi uyğunluğu müəyyən edək. 29. Birinci. Y bərabər 2 vur. Sinus 3x üstə 6-nın ən böyük qiyməti 1-dir. Ən kiçik qiyməti mənfi 1-dir. Belədir 1, belədir mənfi 3. Deməli, ən böyük qiymət oldu bu. Ən kiçik qiymət oldu bu, mənfi 3. Var Y variantı, bir də B variantı. B və Y. İkincidə 3 çıxılsın kosinus var, düzdürmü? Kosinusun ən böyük qiyməti 1-dir. Ən kiçik qiyməti mənfi 1-dir. Yəni kosinusun içərisində istəyir 6x üstə 7 olmasın, istəyir 6000x üstə 7000 olsun və ya çıx 7000 fərqi yoxdur. Kosinusun ən kiçik qiyməti mənfi 1-dir. Bu oldu 2, bu oldu 4. Deməli, ən kiçik qiymət 2 oldu. Ən böyük qiymət 4 oldu. Var və D variantı, A variantı. Deməli, A və D. Üçüncüdə Y bərabər 2 vurulsun. Kosinusun ən böyük qiyməti 1-dir. Kvadrat olduğuna görə ən kiçik qiymət 0 olacaq. Bu da elədi 3. Demək 3, 5, C variantı. 30-cu. Bir dəqiqə. Nereye götürək? Y bərabər 3 vurulsun. Yine ən böyük və ən kiçik qiymətlərini tapaq. 3 vurulsun yazıram. 0'ın kvadratı üstə gəl 4, 4. Sinusun ən kiçik qiyməti 1 götürdük. Ən kiçik qiyməti 0 götürdük. 3 vur 1'in kvadratı üstə gəldilər. Bu da elədi neçə? 7. Demək, ən kiçik qiyməti 4, ən böyük qiyməti 7. Ən kiçik qiymət 4 deyir. Bizə aydın oldu burada D variantı. İkinci, Y bərabər 3 vurulsun. Kosinusun yerine ne yazıram? Kosinus 2x çıx 17. 0, 1. Ən böyük qiyməti 1'dir. Ən kiçik qiyməti isə mənfi 1'dir. Bu elədi 6, bu da elədi 0. Deməli, ən kiçik qiymət 0. A variantı, ən böyük qiyməti 6, C variantı. Deməli, yazırıq A və C. Üçüncüdə Y bərabər 4 çıxılsın, sinus 7x çıx 5. Bir dəfə 4 çıx 1 yazırıq. Bir dəfə 4 çıx mənfi 1. Bu 3 edir. Bu da edir 5. Ən kiçik qiymət 3. Ən böyük qiymət. Deməli, ən kiçik qiymət 3, ən böyük qiymət 5. Y variantı, B variantı. Yazırıq deməli. B və Y. Bu ifadənin ən böyük, ən kiçik qiymətlərini tapaq. Deməli, 3 vurulsun 1 üstə gəl 4. Bu elədi 7. 3 vur mənfi 1 üstə gəl 4. Bu da elədi müsbət 1. Bizə deyir, bu iki dənə variantlara baxanda görürük ki, ən böyüyün, ən kiçik qiymətin cəmini ya da fərqini istəyir. Deməli, ən böyük 7, ən kiçik 1, düzdürmü? 7 üstə gəl 1, 8, 7 çıx 1, 6. A variantı. 7 üstə gəl 1, 8. İkinciyə 5 vur. Sinusun ən böyük qiyməti 1'in kvadratıdır. 2. Bir
Defa en kiçik qiyməti 5 vur 0 kvadrat. -3. Deməli, ən böyük budur, ən kiçik bu. Bir dəfə çıxıram. 2 çıx -3. Bu edir 5. Buradan bir dənə xət ayıraq. Bir dəfə də toplayıram. Ən böyük ən kiçik. 2 üstə gəl -3. -1. Deməli, cəm 5 fərq -1. Bir dənə C variantı düz gəldi. Üçüncüyə baxaq. 7 vur 1'in kubu üstə gəl 2 edir 9. Bir dəfə də 7 vur -1'in kubu üstə gəl 2. -5 üstə gəl 2. -7 üstə gəl 2 -5 edir. Deməli, ən böyük cəm ən böyük 9, ən kiçik -5. Bir dəfə toplayırıq. Cəmi oldu 4. Bir dəfə də çıxıram. 9 üstə gəlib 5. 14. Deməli, çıxanda 14 elədi D variantı. Toplayanda 4 elədi B variantı. B və D. Bu da üçüncünün cavabı. Demək, bir dəfə üzr sayın. Ən böyük, ən kiçik qiymətlərini tapaq əvvəl. Bir dəfə 2 vur 1 üstə gəl 3, 5. 2 vur -1 üstə gəl 3, 1. Bu ən böyük qiymət, bu da ən kiçik qiymət. Deməli, ən böyük qiymət, belə yazaq da, bir dəqiqə deyən, daha rahatlaşdıraq işimizi. Böyük üstə gəl kiçik yazaq. 5 üstə gəl 1, 6. Böyük çıx kiçik, 5 çıx 1, 4. Böyük üstə gəl kiçik 6 var, bəli, C variantı var. Böyük çıx kiçik 4 var, yox. Böyük üstə gəl kiçik 4 var, amma böyük çıx kiçik 4 yoxdur. Demək, birinciyə aid oldu bir dənə C variantı. İndi ikincidə. Kosinüsün ən böyük qiyməti 4 vur. 1 götürürəm kosinüsü. 1'in kvadratı üstə çıx 1. Bərabər 3. Bir dəfə 4 vur. Kosinüs kvadratının ən kiçik qiyməti 0'dır. -1. İndi bir dəfə yazıram. Böyük üstə gəl kiçik. Düzdürmü? Yəni 3 üstə gəl -1. 2 eləyir. Var eləcə. Bəli, B variantı. B variantı var. Bir dəfə yazıram. Böyük çıx kiçik. 3 çıx -1. Bu da edir 4. Yoxdur. İkinciyə aid oldu bir dənə B variantı. Demək, burada 8 vurulsun 1'in kubu üstə gəl 2, 10. Bir də kosinüs kubunun ən kiçik qiyməti -1 daxil. 8 vur -1'in kubu üstə gəl 2, -8 üstə gəl 2 bərabər -6. İndi böyük ilə bir dəfə kiçiyi toplayaq, bir dəfə də çıxaq. Deməli, 10'dan çıxıram. 10 üstə gəl -6, yəni 10 çıx 6, 4. 10 çıx -6, 16. Deməli, D bəndi budur. 4 hansıdır? Cəm 4. A bəndi də budur. Deməli, üçüncüyə aid oldu A və D. Bu da belə. İndi baxaq 33. Deməli, Y bərabər 4 sinus X üstə gəl 3 kosinus X vur. Tangens X'in yerinə yazaq. Sinus X böl kosinus X. Kosinuslar getdi ixtisar. Demək, 4 sinus X üstə gəl 3 sinus X eləyir 7 sinus X. İndi burada bir şey var. Kosinus X sıfırdan fərqli olmalıdır. Kosinus sıfırdan fərqlidirsə, deməli, sinus X kosinusun sıfır aldığı qiymətlər daxil sinus -müsbət 1 qiymətini alır. Sinus X müsbət -1'dən fərqli olur. İndi bu ifadənin ən böyük, ən kiçik qiymətləri normalda tapaq da belə deyim. Normalda belə yazırıq. 7 vur 1, 7. 7 vur -1, -7. Funksiyanın qiymətləri -7, müsbət 7 aralığında olurdu. Belə düz mötərizələr, düzdürmü? Amma sinus -1, müsbət 1'dən fərqlidir deyə mötərizələr əyri olur. İndi bu aradakı ən böyük tam qiyməti olacaq 6. Cavab 6.
34. Y beraber 8 kosinüs x çıx 3 vur sinüs x vur kotaniyes. Kotaniyesin yerine yazılır. Yine kosinüs x böl sinüs x. Sinüs x'ler getdi. 8x'dan kosinüs x'dan 3 kosinüs x çıxırıq eləyir 5 kosinüs x. İndi ifadənin ən böyük kiçik qiymətlərini tapaq. Bir daha 5 vur 1 5. Bir daha 5 vur mənfi 1 mənfi 5. Deməli kosinüs burada sinüs x gərək sıfırdan fərqli ola, düzdürmü? Sinüs sıfırdan fərqlidirsə kosinüs x həmin qiymətlərdə müsbət mənfi 1 olduğundan müsbət mənfi 1-dən fərqli olur. Demək cavab olacaq mənfi 5 müsbət 5 aralığında, amma burada ən böyük tam qiyməti olacaq 4. Bizdən bu aradakı ən böyük tam qiymətini istəyir. İndi baxaq nəyə? 35'e mənfi pi bölü 2 kiçikdir alfa. Ortadan oxu əsasən. Alfa böyükdür mənfi pi bölü 2 kiçik 0 olarsa tangens alfa üstə gəl kotangens alfa böl 5'i tapaq. Baxın bura. Əgər A və B hər ikisi sıfırdan kiçikdirsə A üstə gəl B kiçik bərabər olurdu. Mənfi 2 kökdə A B'dən. İndi bu aralıqda tangens kotangens hər ikisi mənfi. Deməli bu ifadə kiçik bərabər olur. Məxərəc yerindədir. Mənfi 2 kök altda tangens alfa vur kotangens alfa. Yəni bunlar bir-birinə vuranda da 1 eləyir. Deməli belə yazaq da buna bir dənə harca y-dən əvəz eləyək. Deməli y kiçik bərabər mənfi 5'də 2'dən. Yəni y kiçik bərabər mənfi 0,4'dən. Demək burada anılır ki, bu ifadənin ən böyük qiyməti ilə mənfi 0,4'ün özüdür. Ən böyük tam qiyməti desəydi, o zaman mənfi 1 götürərdik. Cavab oldu mənfi 0,4. Otuz altı. Alfa 0'dan pi bölü 2 aralığında tangens və kotangens burada müsbətdir. Tangens alfa üstə gəl. Kotangens alfa bölünsün 10. Bu ifadə deməli A və B 0'dan böyük olanda A üstə gəl B böyük bərabər olur 2 kökdə A B'dən. Demək bu ifadədə böyük bərabər olur. Surətdə 2 kökətdə tangens vur kotangens yəni 1. Məxrəcdə də 10. Yəni bunu bir y ilə əvəz eləyək. Y bərabər götürək də. Deməli burada y böyük bərabər 10'da 2'dən. Yəni 0,2'dən. Bizdən yəqin ki ən kiçik qiymətini istəyir. Ən kiçik qiyməti bəli cavab oldu nə? 0,2. İfadənin ən böyük və ən kiçik qiymətlərin cəmiyyətə tapaq. Sinus 180 üstə gəl alfa, yəni pi üstə gəl alfa, 180 üstə gəl alfa. Bu neçənci rübdür? 3-cü rüb. 3-cü rübdə sinus mənfidir. Pi'yə görə ad dəyişmir, olur mənfi sinus alfa. Burada 270, yəni 3 bölü 2 üstə gəl alfa, bu 4-cü rübdür. 4-cü rübdə kosinus işarəsi müsbət və 3 pi bölü 2'yə görə ad dəyişir, olur sinus alfa. Bunlar getdi. Qaldı nə? Üstə gəl 6 sinus kubu alfa üstə gəl 1. Demək cavab oldu 6 sinus kubu alfa üstə gəl 1. Ən böyük qiyməti 6 vur 1'in kubu üstə gəl 1. 7. Ən kiçik qiyməti 6 vur mənfi 1'in kubu üstə gəl 1. Mənfi 6 üstə gəl 1 bərabər mənfi 5. Bunları cəmini istəyirik. 7 üstə gəl mənfi 5. 7'dən 5 çıxırıq. Cavab olur 2. 38'ə baxaq. Sinus pi çıx alfa. Bu neçənci rübdür? 2-ci rübdür. Biraz açıqlayaq bunu da. Pi bura sayılır, 0 bura sayılır. Pi çıxsın alfa 2-ci rübə düşür. Üstə gəl alfa olsa 3-cü rübə düşərdi.
Deməli sinus, biraz aşağıdan yazın bunu, pi-də yazın. Və pi-də ad dəyişmir. İkinci də sinus müsbətdir. Müsbət sinus alfa edir. Üstə gəl kosinus 3pi bölü 2 çıx alfa. 3pi bölü 2 buradır. Çıx alfa deyəndə düşür 3-cü rübə. 3-cü rübədə kosinusun işarəsi mənfi. Buna görə də ad dəyişir. Olur sinus alfa. Bunlar çıxıldı, oldu 0. Üstə gəl 4 sinus kubu alfa, üstə gəl 2. Bərabər 4 sinus kubu alfa, üstə gəl 2. Bir dəfə 4 vur 1'in kubu, üstə gəl 2. Bir dəfə 4 vur mənfi 1'in kubu, üstə gəl 2. Mənfi 4 üstə gəl 2 bərabərdir mənfi 2. İndi ən böyük və ən kiçik qiymətlərin cəmi. Ən böyük 6, ən kiçik mənfi 2. 4 üstə gəl mənfi 2. Üzrü sayını. 6 üstə gəl mənfi 2, 4. Cavab elədin, 4. Demək, əziz şagirdlər, kim trigonometriyəni daha yaxşı, daha güclü öyrənmək istəyirsə, müraciət edə bilər. Yəni, çox uşaqların çətinlik çəkdiyi mövzuda. Bəzən hazırlıqlarda da müşahidə edirəm ki, çox çətinlik çəkirlər uşaqlar. Trigonometriyəni öyrənməyə çalışırlar. Yəni, bunu mükəmməl öyrənmək istəyirsinizsə, müraciət edə bilərsiniz. Online videolar göndərməklə sizə öyrədə bilərəm. Belə. Online hazırlıqlara qoşulmaq istəyənlər də müraciət edə bilərlər. Sürət qruplarına da qoşulmaq istəyənlər müraciət etsinlər. İmtahanda inşallah möhtəşəm nəticələr əldə edəcəklər. Çox vaxtınızı almayım. Sağ olun, Allah amanında.